Salam əzizlərim, gündəlik vloquma xoş gəldiniz. Bugündən biz evdəyik, çünki dərslər qurtardı və artıq imtahanlara hazırlaşırıq. Nədənsə səhər yeməyi hazırlamaq istəmədim, ona görə kartoflu twist almışdı anam, onu yedim. Bu arada mən baharatdan, duzdan istifadə eləməsəm yeməyin dadını ala bilmirəm. İlk imtahanımız əməliyyat axtarış fəaliyyətindəndir və müəllim bizə qanun maddələrini sərbəst iş kimi əzbərlətdiyinə görə demək olar ki, artıq biz imtahana hazırıq. Çünki çox tələbkar müəllim idi və hər dərs, hər kollokviyumda bizdən imtahan sualları kimi kollokviyum götürürdü. Daha sonra masamı düzənləyirəm, çünki bura elə bir bomba düşüb. Mən həmişə makyaj eləyəndə dağıdıram buraları və təzədən yığmaq məcburiyyətində qalıram. Bu da son halıdır. Yenidən dağıdana qədər heç olmasa az da olsa biraz səliqə sahman görsənsiniz. Mükafat olaraq Roşinin ən sevdiyim şokoladını yeyirəm. İçində həm fıstıq var, həm də fıstıq dolusu var. Yəni ürəyim gedir də mənim bu şokoladdan ötürü. Axşama toyuq dürüm hazırlayıram. İçərisinə toyuq filesi, pomidor, xiyar və göyərti vurmuşam. Təbii ki, bir də mayonez. Mən çox sevirəm bu cür yeməkləri və sonra video seçirəm YouTube-dan. Yayıncıların oyun videolarını və balon date, kör buluşma kimi videoları izləmək çox xoşuma gəlir mənim. Burada yeməyimi yeyirəm və sonra yeni çıxmış serial olan Çift kişilik odaya başlayıram. Çünki niyə də olmasın. Keçən il heç yaz dizisi yayınlanmamışdı. Mənim xoşum gəldi nədənsə. Yəni məncə şirin bir serialdır. Siz də izləyə bilərsiniz. Sonra makyajımı çıxardırıq, nəmləndirici vururam. Bu videonu paylaşıb biraz TikTokda video izləyib yatacağam. Öpürəm sizi. Sağ olun.